Salam. Bu videoda DİM test toplusu 2025-ci il 1-ci bölmə testlərinin izahına baxacaq. Birinci sualda deyir, A məntəqəsi B-dən 1.5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın və kəsmə yüksəklik 5 metrdir. A-nın B-dən az hündürlüyə malik olması üçün biz verilmiş sxemlər içərisində baxdıqda görürük ki, A hər birində kənar horizontaldadır. A B-dən aşağı hündürlüyə malik olması üçün biz çökəklik götürə bilmərik. Çünki çökəklikdə kənar horizontaldan mərkəz horizontala doğru hündürlük azalır. Biz burada çökəklikləri çıxırıq. A və Y-ni çıxırıq və təpəliyi saxlamalıyıq. A B-dən aşağı olması üçün belə bir relyef forması olmalıdır. B yuxarıda, A isə aşağıda. A-nın mütləq hündürlüyünə baxdıqda görürük ki, A hər bir sxemdə 30 metr verilib. Və B də A-dan 1.5 dəfə çox olması üçün B-nin hündürlüyü olmalıdır 45 metr. Və kəsmə yüksəkliyimiz 5 metr olarsa, baxaq görək hansı sxemdə B-nin hündürlüyü 45 metrdir. B variantında baxdıqda görürük ki, A 30, B-nin hündürlüyü olacaq 40 metr. B variantı ödəmir. C variantında A 30, kəsmə yüksəklik 5 metr olduğuna görə 3 dənə boşluq var. Baxın 1, 2, 3 dənə boşluq var. 3-ü vururuq 5-ə 15, 30-un üstünə 15 gəldikdə edir 45. C variantı ödəyir. D variantında isə B-nin hündürlüyü baxırıq 1, 2, 3, 4 dənə boşluq var. 4-ü 5-ə vurduqda 20, 30-un üstünə 20 gəldikdə edir 50. D variantı da ödəmir. Bizdən 1.5 dəfə çox olanı soruşduğuna görə cavabımız olacaq C variantı. Növbəti sual. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektləri müəyyən edin. Baxdıqda görürük ki, miqyassız uzaqdan aydın seçilən tək duran obyektlər olmalıdır. A variantında bağ, məktəb, meşə, çəmən. Burada bağ, meşə, çəmən sahəvi konturlu şərti işarədir. Bunu olmaz. B variantı su quyusu, elektrik stansiyası, bağ, çəmən. Yenə bağ, çəmən sahəvidir. C çəmən, bataqlıq, meşə, bağ hər biri sahəvi şərti işarədir. Olmaz. D variantı fabrik, dəyirman, su quyusu, bulaq. Bəli. D variantında hər biri miqyassız şərt işarələrlə verilib. E-də fabrik, zavod, bataqlıq, çəmən konturlu şərti işarədir. Bizdən miqyassız şərti işarələr soruşduğuna görə cavabımız olacaq D variantı. Qütbətrafı ərazilərin məşhur tədqiqatçılarını istəyir bizdən. A-da Livingstone Afrikanı tədqiq etmiş səyyahdır. B-də Raul Amundsen, Robert Scott, Mikhail Lazarev. Raul Amundsen Cənub qütbünü ilk dəfə, Robert Scott ondan daha sonra kəşf edib. Mikhail Lazarev isə Antarktidanı kəşf etmiş rus səyyahıdır. C variantında Raul Amundsen, Hacı Zeynalabdin Şirvani qütb ətrafı ərazilərdə olmayıb, pozur. D-də Robert Piri, Raul Amundsen, Alexander Humboldt. Alexander Humboldt'u biz daha çox Cənubi Amerikanın tədqiqatında istifadə edirik, öyrənmiş alimdir. Y variantı Raul Amundsen, Abel Tasman, Tur Heyerdal. Raul Amundsen bəli, amma Abel Tasman və Tur Heyerdal isə bu ərazilərdə olmayıb. Ən doğru cavab B variantı Raul Amundsen, Robert Scott, bir də Mikhail Lazarev olacaq. Dördüncü sual. Böyük coğrafi kəşflər dövrünün səyyahlarını bizdən istəyir. Böyük coğrafi kəşflər biz bilirik ki 15-17-ci əsrin ortalarına qədər davam etmişdir. A-da Magellan, James Cook yeni dövrün səyyahıdır. Həmçinin Robert Scott və Dejinyov da həmçinin. B variantı Humboldt, Tur Heyerdal, Magellan, James Cook. Yalnız Fernand Magellan böyük coğrafi kəşflər dövrünün səyyahıdır. C variantı Christopher Kolumb, Nəsrəddin Tusi burada orta əsrlər dövrüdür. D-də Christopher Kolumb, Magellan, Amundsen, Alexander Humboldt. Raul Amundsen yeni dövrün, Alexander Humboldt da həmçinin yeni dövrün tədqiqatçılarıdır. E variantı Christopher Kolumb, Fernand Magellan, Vasco da Gama, Amerigo Vespucci. Hər biri böyük coğrafi kəşflər dövrünün səyyahı sayılır. Cavabımız olur E variantı. Növbəti sual. A və B məntəqələri arasındakı hündürlük fərqini bizdən istəyir. Baxdıqda görürük ki, kənar horizontal 5 metr, B
horizontalının hündürlüyü isə 15 metrdir. Aralarında 10 metr fərq var. 2 dənə də boşluq var. Onu bölürük 2-yə. Kəsmə yüksəkliyimiz olur 5 metr. Və B-nin üstünə, 15-in üstünə daxilə doğru hündürlük atmalıdır. Çünki verilmiş relyef formasına baxdıqda görürük ki, B ştrixlər kənara doğrudur, təpəlikdir. Baxın, burada B ştrixlər kənara doğrudursa, deməli bu təpəlik adlanır. Və B15 üzərinə 5 gələcək, A-nın hündürlüyü olacaq 20 metr. Və bizdən A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən etmemizi istəyir. 20-dən 15 çıxdıqda qalır 5 metr. Cavabımız olur A variantı. Növbəti sual. Kəsmə yüksəkliyi 5 metr olan sxemdəki A və B nöqtələrinin mütləq yüksəkliklərini müəyyən edin. Baxaq. Baxın, kəsmə yüksəklik 5 metrdirsə, ortada baxın bu horizontal 25 metr verilib. B horizontalı kənar, A horizontalı daxili horizontaldır. Və kəsmə yüksəklik 5-dirsə, B ştrixlər də kənara doğrudursa, A 25-dən böyük rəqəm, B isə 25-dən kiçik olmalıdır. Çünki mərkəzə doğru hündürlük B ştrixlər kənara doğru olduğuna görə artmalıdır. B-nin hündürlüyü olur 20 metr, A-nın hündürlüyü olur 30 metr. Bizdən A və B-nin mütləq yüksəkliklərini müəyyən etmemizi istəyir. A olur 30, B olur 20. Cavabımız olur B variantı. Növbəti sual. A və B nöqtələrinin arasındakı hündürlük fərqini müəyyən edin. Yenə eyni qayda. Baxdıqda görürük ki, 30 metr ilə baxın, 30 metr ilə 10 metr arasında 2 dənə boşluq var. Hündürlük fərqi də 20. 20-ni bölürük 2-yə, kəsmə yüksəkliyimiz olacaq burada 10 metr. Kənar horizontal A-nın hündürlüyü 10 metrdir və burada baxın, rəqəmlər əgər relyef formasında rəqəmlər aşağıdan yuxarıya doğru, baxın buradan yuxarıya doğru yazılırsa, deməli verilmiş relyef forması yüksəklikdir. Və burada da aşağıdan yuxarıya doğru rəqəmlər yazılıb, deməli yüksəklikdir. Deməli ikinci horizontalın hündürlüyü olacaq 20, üçüncü verilib 30, B-nin hündürlüyü olacaq 40 metr. Bizdən A və B nöqtələri arasındakı hündürlük fərqini soruşur. B 40, A 10 metr. Aralarındakı hündürlük fərqi olur. Y variantı 30 metr. Növbəti sual. Cənub qütbünü ilk kəz fəth etmiş səyyahlar. Cənub qütbünə ilk dəfə 1911-ci il dekabr ayında Raul Amundsen, ondan 17 gün sonra Robert Scott gedib çatmışdır. 1912-ci ilin yanvar ayında. Cavabımız olur E variantı. Kəsmə yüksəklik 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. Diqqətlə baxdıqda mərkəzdəki horizontalda biz B ştrixin mərkəzə doğru olduğunu görürük. Və buna əsasən biz deyirik ki, verilmiş relyef forması çökəklikdir. Kəsmə yüksəkliyimiz 5 metr. Baxın, kənar horizontal burada verilib 35 metr. Və mərkəzə doğru hündürlük azalmalıdır. Baxın, kənar horizontalla A arasında 1, 2, 3, 4, 5 dənə boşluq var. 5-i vurduq 25-ə, 5-i vurduq 5-ə 25 və mərkəzə doğru hündürlük azaldığına görə, baxın, belə bir relyef formasıdır. Kənar horizontal 35-dir, A isə çökəkliyin ortasındadır. Yəni aşağıya doğru hündürlük azalmalıdır. 25 metr. 35-dən 25 çıxdıqda qalır 10 metr. A-nın hündürlüyü olacaq 10 metr. Cavabımız olur A. Növbəti sual. Kəsmə yüksəkliyi artıq burada verib 25 metr. A nöqtəsinin mütləq hündürlüyünü bizdən soruşur. Burada diqqətlə baxanda görürük ki, kəsmə B ştrix artıq kənara doğrudur. Deməli, verilmiş relyef forması dağdır. 125 metr ətəkdə, A isə zirvədədir. Deməli, A-ya doğru getdikcə hündürlük artacaq.
Kəsmə yüksəkliyimiz 25 metr və kənar horizontalla A arasında 1, 2, 3, 4 dənə boşluq var. 4-ü vururuq 25-ə, edir 100 metr. Deməli, A kənar horizontaldan 100 metr yuxarıda yerləşir. 125-in üzərinə yuxarıya doğru getdikcə hündürlük artdığına görə 100 gəlirik. Cavabımız edir 225 metr A variantı. Növbəti sual. Turistlər şimal istiqamətində 4 kilometr. Buradan çəkək. Baxın. Turistlər şimal istiqamətində başlanğıc məntəqədən şimal istiqamətində 4 kilometr getdikdən sonra 270 azimutla daha 4 kilometr məsafə qət etdilər. Onlar əvvəlki məntəqəyə, yəni başlanğıc məntəqəyə, baxın bura, qayıtmaq üçün hansı istiqamətdə və azimutla qayıtmalıdırlar. Baxın, buradan çatdığım məntəqə ilə başladığımı birləşdirsəm və uzatsam belə bu formada görürük ki, bu istiqamət cənub-şərqə. Cənub-şərqin də azimutu 135 dərəcə edir. Cavabımız olur A variantı. Yenə üfüqün cəhətləri ilə bağlı bir sualdır. Turistlər 270 azimutla, baxın, qərb istiqamətində 270 azimutla 3 kilometr getdilər. Sonra şimal azimutla daha 3 kilometr getdilər. Əvvəlki başlanğıc məntəqəyə qayıtmaq üçün. Baxın, əvvəlcə 270 azimutla, yəni qərbə doğru. Qərbin əksi şərqdir. Şimalın da əksi cənub. Deməli, başladığımla çatdığımı birləşdirsəm, baxın, bu istiqamətdə bura olur cənub-şərq. Azimutu da olur 135 dərəcə. Cavabımız olur cənub-şərq 135 dərəcə. C variantı. Növbəti sual. Turistlər düşərgədən çıxaraq əvvəl qərb istiqamətində, baxın, yenə düşərgədən çıxdılar. Başlanğıc məntəqədən çəkdim burada. Qərb istiqamətində 5 km. Daha sonra cənuba, yəni 180 dərəcə azimutla daha 5 km hərəkət etdilər. Onlar düşərgəyə, başladıqları məntəqəyə, baxın bu istiqamət, bura. Ən qısa yolla hansı istiqamət və azimutla getməlidirlər. Baxın, birləşdirsəm bunları, baxın, şimal-şərqə, şimal-şərqin də azimutu olur 45 dərəcə. Cavabımız olur E variantı. Növbəti sual. A məntəqəsinin B-dən 1.5 dəfə çox hündürlüyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Diqqətlə baxdıqda görürük ki, hər bir sxemdə A, B-dən kənarda verilib. Kənar horizontalın üstündə verilib. Və A məntəqəsinin B-dən 1.5 dəfə çox hündürlüyə malik olması üçün verilmiş relyef forması çökəklik olmalıdır. Yəni bu formada olmalıdır. A yuxarıda olacaq. B isə çökəkliyin dibində, yəni burada olacaq. Və A, B-dən 1.5 dəfə çox hündürlüyə malik olmalıdır. Verilmişlər içərisində biz təpəlikləri çıxacağıq. Bekştirlər, yəni kənara doğru olanları. A-nı çıxdıq, B-ni çıxdıq, D-ni çıxdıq. Yerdə qaldı C və Y variantları. İndi baxaq, A-nın hündürlüyünü verib 45 metr. Y variantında B-nin hündürlüyü, kəsmə yüksəkliyi də verib 5 metr. B-nin hündürlüyünü tapsaq 1, 2 dənə boşluq var. Bu 10 metr edir. 45-in üstünə 10 gəldikdə edir 55. Bu ödəməz. Yəni çökəkliyə doğru düşməliyik biz. 45-dən 10 çıxdıqda edir 35. Amma burada B-nin hündürlüyü 1.5 dəfə az olmalıdır. A, B-dən 1.5 dəfə çox olmalıdır. Yəni A 45 metr verilibsə, B-nin hündürlüyü ondan 1.5 dəfə az olmalıdır. Yəni B-nin hündürlüyü 30 metr olmalıdır. Y variantında B-nin hündürlüyü 35 metr oldu. Bu ödəmir. Əlimizdə bir qaldı C variantı. Baxaq.
1, 2, 3 dənə boşluq var. 3-ü vururuq 5-ə, edir 15. 45-dən 15 çıxdıqda B-nin hündürlüyü qalır 30 metr. Bəli, həqiqətən də A 45, B 30 olduqda A B-dən 1.5 dəfə böyük olur. Cavabımız olur C variantı. Növbəti sual. Miqyası məlum olmayan xəritədə 40 və 44 şimal enliklərində yerləşən məntəqələr arasındakı ən qısa məsafə 22.2 sm-dir. Bu xəritənin xətti miqyasını müəyyən edin. İlk əvvəl buradan çəkək. Baxın. 40 və 44 şimal enlikləri. 40 burada, 44 burada. Meridianal boyu aralarında 4 dərəcə fərq var. Həqiqi məsafəni tapmaq üçün mən 4-ü vuracağım 111-ə. Bu edir 444. Həqiqi məsafəmiz var, xəritədəki məsafəmiz var. Miqyası tapaq. Miqyas bərabərdir. Həqiqi məsafə bölünsün, xəritədəki məsafə 444-ü bölərik 22.2-yə. 444-ü bölsək 22.2-yə bərabərdir 20. Yəni 1 cm-də 20 kilometr. Baxdıqda xətti miqyaslar içərisində 20 kilometrə uyğun gələn A variantı olacaq. Cavabımız olur A variantı. Növbəti sual. Sxemdə verilmiş relyef formasını və kəsmə yüksəkliyi müəyyən edin. Baxın, burada əgər rəqəmlər yuxarıdan aşağıya doğru yazılırsa, bu istiqamətdə. Yuxarıdan aşağıya doğru bu istiqamətdə verilmiş relyef forması çökəklikdir. Və burada da baxdıqda görürük ki, verilmiş relyef formasında rəqəmlər yuxarıdan aşağıya doğru yazılıb. Deməli, verilmiş relyef forması çökəklik olur. Burada da çökəklik yalnızca D variantında verilib. Cavabımız olur D variantı 5 metr. Növbəti sual. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Horizontallar əgər bir-birinə yaxın yerləşirsə, yamac dik, bir-birindən aralı yerləşirsə, yamac az meyllidir. Baxdıqda görürük ki, bu relyef formasında horizontallar bir-birinə bu istiqamətdə daha yaxındır. İstiqaməti də götürsək burada, şimal, cənub, şərq, qərb istiqamətində baxın. Cənub, qərb yamacı daha çox meylli olacaq. Cənub-qərbi tapdıq. Və verilmiş relyef formaları içərisində də, variantlar içərisində bir dənə cənub-qərb olan var. Kəsmə yüksəkliyə də baxaq. Baxın, kənar horizontal 340, ortadakı horizontalın üzərində isə 370 metr yazılıb. Aralarında baxdıqda görürük ki, 1, 2, 3 dənə boşluq var. 30-u bölsəm 3-ə edir 10 metr. Kəsmə yüksəkliyimiz oldu 10 metr. Cənub-qərb və 10 metr. Cavabımız olur A variantı. Növbəti sual 18. Xətti miqyaslı baxdıqda görürük ki, biz xətti miqyaslarda həmişə sıfırdan sola baxırıq. 125 kilometr. A və B məntəqələr arasındakı məsafə 8 cm-dir. Digər xəritədə bu məntəqələr arasındakı məsafə 10 cm göstərilmişdir. İkinci xəritənin miqyasını tapın. Birinci xəritənin miqyas və xəritədəki məsafəsinə əsasən həqiqi məsafəni biz tapaq. Burada həqiqi məsafə düsturu bizə lazım olacaq. Həqiqi məsafə biz bilirik ki, bərabərdir. Həqiqi məsafə buradan yazıram. Həqiqi məsafə bərabərdir. Miqyas vurulsun xəritədəki məsafəyə. Burada miqyasımız 125-dir. Xəritədəki məsafəmiz 8-dir. Buradan tapaq. 125-i vursam 8-ə edəcək 1000 kilometr. Həqiqi məsafəni tapdım. Keçirəm məsələnin digər şərtinə. İkinci şərtdə həqiqi məsafə var, 1000 kilometr tapdım. Və xəritədəki məsafə də var 10 cm. Miqyası tapaq. Miqyas bərabərdir
həqiqi məsafə bölək xəritədəki məsafəyə. Mini burada bölməliyəm mən 10-a. Mini də 10-a böldükdə edir 100. Yəni 5 sıfır artırsam cavabımız olur 10 milyon. Y variantına uyğun gəlir. Növbəti sual. Yer səthində A və B məntəqələri arasındakı məsafə 2400 kilometrdir. Bu məsafə xətti miqyası, baxın, yenə sol tərəfinə baxırıq biz. Xətti miqyasda əsas 200 kilometr olan xəritədə neçə santimetr verilib? Həqiqi məsafəmiz var, xəritədəki məsafəmiz var. Miqyasımız var. Daha doğrusu, xəritədəki məsafəni tapaq. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə, yəni 1000 bölək miqyasa. Həqiqi məsafəmiz burada verib 2400. Bölməliyik 200-ə. Cavabımız olur 12 santimetr. Y variantına uyğun gəlir. Növbəti sual. Miqyas 800 min olan xəritədə iki məntəqə arasındakı məsafə 7,5 santimetrdir. Məntəqələr arasındakı həqiqi məsafəni hesablayın. Bayaq da qeyd etmişdim. Həqiqi məsafə bərabərdir. Miqyas vurulsun xəritədəki məsafə. Buradan həqiqi məsafə tapsam, yenidən yerinə qoysaq, baxırıq ki, 5 sıfır silməliyik miqyasdan kilometrə keçirmək üçün. 5 sıfır sildikdə qalır 8. 8-i vururuq 7,5-ə. Cavabımız edir, baxın 7,5. Cavabımız edir 60. D variantı. Növbəti sual. Miqyas 500 min olan xəritədə iki şəhər arasındakı məsafə 45 santimetrdir. Həqiqi məsafəni hesablayın. Yerinə qoysaq yenə 5 sıfır siləcək buradan biz. Qalır 5. 5-i vururam həqiqi məsafəni tapmaq üçün miqyası xəritədəki məsafəyə vururuq. 5-i vururam 45-ə. 5-i vursam 45-ə edir 225 kilometr. Cavabımız olur E variantı. Növbəti sual. Miqyasımızı verib burada 150 min. İki şəhər arasındakı məsafə 15 santimetrdir. Həqiqi məsafəni bizdən soruşur. 150-dən 5 sıfır silsəm, yəni 100 minə bölsəm qalır 1,5. Xəritədəki məsafəmiz də var. Vururam 15-ə. Həqiqi məsafəni tapanda miqyası xəritədəki məsafəyə vururam. 15-i vursam 1,5-ə edəcək 22,5. Cavabımız olur B variantı. Növbəti sual. Kəsmək hündürlük adlanır. Biz bilirik ki, kəsmək hündürlük iki qonşu horizontal arasındakı hündürlük fərqinə deyilir. Cavabımız olur D variantı. Növbəti sual. Səyyah şimal yarımkürəsində hansı azimutla hərəkət etməlidir ki, qütb ulduzu ondan sol tərəfdə görünsün? Baxın, qütb ulduzu həmişə şimal qütbünün üstündə dayanır burada. Və mən səyyah olaraq, baxın, burada sol tərəfə doğru getsəm, özümdən solda görərəm. Və şərq üzrə hərəkət etməliyəm. Şərqin də dərəcə qiyməti olur 90 dərəcə. Cavabımız olur E variantı. Baxın, Bakıdan 25-ci sualda deyir, Bakıdan şimal-qərb istiqamətində olan məntəqədən ekvatora doğru ən qısa məsafəni qət etmək üçün tələb olunan azimutu bizdən soruşur. Baxın, Bakı 40 şimal enliyində yerləşir. Buradan çəkdim 40 şimal enliyi. Bakıdan şimal, burada nə verir? Şimal-qərb istiqamətində. Haradasa burada bir yerdir. Ekvatorda ondan cənubda 0 dərəcəlik paralel. Və şimal-qərb istiqamətində yerləşən hər hansı bir məntəqədən buradan ekvatora doğru ən qısa yolla mən
180 dərəcəlik azimutla cənub istiqamətində getsəm, ən qısa yolla getmiş sayılaram. Cavabımız olur D variantı 180 dərəcəlik azimut. Növbəti sual. Əvvəlcə 90, sonra isə buranı silin bir dəqiqə. Səyyah əvvəlcə 90, sonra isə 180 azimutla eyni məsafə qət edən ekspedisiya üzvləri ilkin məntəqəyə qısa yolla hansı azimut və istiqamətdə qayıtmalıdırlar? Buradan çəkirəm. Əvvəlcə 90, yəni şərqə doğru. Daha sonra 180 cənuba doğru getməlisiniz və başlanğıc məntəqəyə, yəni mərkəzə qayıtmaq üçün ən qısa yolla bunları birləşdirsəm, görürəm ki, şimal-qərb 315 dərəcəlik azimutla qayıtmalıyam. Cavabımız olur A variantı. Növbəti sual. Əvvəlcə 0, sonra isə 90 dərəcəlik azimutla eyni məsafə qət edən ekspedisiya üzvləri əvvəlki məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıtmalılar? Yenə eyni yolla gedirik biz burada. Baxın. Əvvəlcə 0, yəni şimala doğru. Sonra isə 90 şərqə doğru. Eyni məsafə qət ediblər. Əvvəlki məntəqəyə, başlanğıc məntəqəyə ən qısa yolla, baxın, burada 225 cənub-qərb istiqaməti ilə qayıtmalıdırlar. Cavabımız olur A variantı. Kəsmə yüksəkliyin 5 metrə bərabər olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Baxdıqda görürük ki, ikinci horizontalın hündürlüyünü burada 80 metr verib və berk ştrixlər kənara doğrudursa, A təpə nöqtəsidir, ən yuxarıdadır. 80 da hardasa buralarda bir yerdə olacaq. Baxın, hansısa buradasa bir yerdədir, 80 metr. Deməli, A-ya doğru hündürlük artmalıdır. Və kəsmə yüksəklikdə 5 metrdir. 80-dan sonra gələn olacaq 85, A-nın hündürlüyü olacaq 90 metr. Cavabımız olur B variantı. Növbəti suala keçid alırıq. Kəsmə yüksəkliyi 10 metrə bərabər olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Baxın, kənar horizontal 60 metrdir burada. Kənar horizontal 60. Və berk ştrixlər gördüyünüz kimi mərkəzə doğrudur. Deməli, verilmiş relyef forması çökəklikdir. Belə bir relyef formasıdır. A çökəkliyin düz aşağısındadır. Ən aşağı nöqtədir. Kənarda isə 60 metrdir. Baxın, 60'ı yazdım bura. Deməli, mərkəzə doğru hündürlük azalacaq. Və kəsmə yüksəklikdə 10 metrdir. Baxın, kənar horizontal 60'dır və getdikcə azalmalıdır. Hər 10 metrdən 1. Baxın, ikinci horizontal olacaq burada. Deməli, 50 metr. Üçüncü horizontal olacaq burada 40 metr. A-nın yerləşdiyi horizontal isə olacaq neçə? 30 metr. Cavabımız olur D variantı. Növbəti sual. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Gəncə şəhərləri arasındakı məsafə verilmişdir. Hansı xəritənin miqyası daha kiçikdir? Baxın, qayda belədir ki, əgər xəritədəki sahə nə qədər böyükdürsə, miqyas da bir o qədər böyükdür. Xəritədəki sahə məsafə kiçikdirsə, xəritədə kiçikdir. Yəni, məsafələrlə xəritənin miqyası düz mütənasibdir. Baxın, kəmiyyət yox, miqyas düz mütənasibdir. Və burada hansı xəritənin daha kiçik olduğunu bilmək üçün baxmalıyıq ki, verilmiş xəritələrin hansında Bakı ilə Gəncə arasındakı xəritədəki məsafə ən kiçikdir. Və burada baxdıqda görürük ki, ən kiçik məsafə 16 sm-lə birinci xəritədir. Deməli, ən kiçik miqyaslı xəritə birinci xəritədir. Cavabımız olur C variantı. Növbəti sual. Coğrafiya elmləri sisteminə daxil olan sahələri düzgün qruplaşdırın. Biz bilirik, coğrafiya iki yerə bölünür. Fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya.
Fiziki coğrafiyada torpaqşünaslıq və iqlimşünaslığı verib, iqtisadi coğrafiya isə insanla bağlı olan coğrafiya sahələridir. Və A variantında 1-ə baxdıqda landşaftşünaslıq fiziki coğrafiyanın sahəsidir. Uyğun gəlmir. B-də 1-ə tibbi coğrafiya uyğun gəlir. 2-yə fiziki coğrafiyanın sahəsi olmalıdır, hidrologiya uyğun gəlir. 3 artıq iqtisadi coğrafiya olduğuna görə okeanologiya ola bilməz. Çünki okeanologiya fiziki coğrafiyanın sahəsidir. C-də 1-ə nəqliyyat coğrafiyası insanla bağlıdır. Doğru. Şəhərlər coğrafiyası 2-yə fiziki coğrafiyanın qolu gəlməlidir. Şəhərlər coğrafiyası iqtisadi coğrafiyanın qoludur. Uyğun gəlmir. D-də siyasi coğrafiya iqtisadi coğrafiyanın yeni sahəsidir. Uyğun gəlir. 2-yə sosial coğrafiya verib, sosial coğrafiya fiziki yox, iqtisadinin ənənəvi sahəsidir. D-də uyğun gəlmir. E variantı 1-ə kənd təsərrüfatı coğrafiya iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Doğru. 2-yə geomorfologiya fizikinin ənənəvi sahəsidir. Doğru. 3 tibbi coğrafiya iqtisadi və sosialın yeni sahəsidir. Doğru. Cavabımız olur E variantı. Növbəti sual. Buranı silirəm. Bizdən soruşur, uyğunluğu müəyyən edin. Ekoloji coğrafiya, tibbi coğrafiya, sosial coğrafiya, riyazi coğrafiya. Və bunları uyğunlaşdırmaq tələb olunur. Baxdıqda görürük ki, ekoloji coğrafiya, buna uyğun gələn hadisə, baxın, A-da coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri vasitəsilə tədqiq edir. Baxın, kəmiyyət göstəriciləri varsa, bu riyazi coğrafiyadır. 4-ə yazılırıq A. Sosial, mədəni və məişət xidmətlərinin yüksəldilməsini və yerləşməsini öyrədir. Adından məlumdur. Bu sosial coğrafiya olur. 3-ə yazırıq B. Təbii mühitin komponentlərinin insan sağlamlığa təsirini öyrənir. Baxın, insan sağlamlığı varsa, burada tibbi coğrafiya olmalıdır. 2-yə yazırıq C. Təbii tarazlığın qorunması üçün komponentlər arasında qarşılıqlı əlaqələri öyrənir. Burada ekoloji coğrafiyaya aid olan fikirdir. 1-ə də olur D. 1D, 2C, 3B, 4A. Cavabımız olur D variantı. Növbəti sual. Səyyahlar və coğrafiyaçılar və tədqiqat sahələri verilmişdir. Baxdıqda görürük ki, Dokçayev torpaqşünaslıq elminin banisidir. Aleksandr Humboldt Ant dağlarında yüksəklik qurşağını öyrənib. 2-yə yazırıq C. Mercator tərtib etdiyi xəritələri atlas adlandırıb. İlk dəfə atlası tərtib edən şəxsdir. 2-yə C. 3-ə yazırıq B. Dokçayevə torpaqşünaslıq elmi A yazdıq. Kopernik isə heliosentrik sistem nəzəriyyəsini irəli sürmüş şəxsdir. 4-ə də yazırıq D variantı. Deməli 1-ə A, 2-yə C, 3-ə B, 4-ə D. 1A, 2C, 3B, 4D. Cavabımız olur A variantı. 34-cü sual. Coğrafiyanın tədqiqat metodları və xüsusiyyətləri verilib. Müqayisə metodu, coğrafi modelləşdirmə, riyazi statistika, kartoqrafik. Bunlar coğrafiyanın ənənəvi və müasir metodlarıdır. Baxın, müxtəlif məzmunlu xəritələrin təhlilinə əsaslanır deyirsə, bu kartoqrafik olacaq. Bura yazırıq 4. Sonra coğrafi obyekt və hadisələrin qrafik və o cümlədən sözlər və simvollarla təsvir edir deyirsə, bu coğrafi modelləşdirmədir. 2-yə yazırıq 2. Coğrafi obyekt və hadisələrin fərqli və oxşar cəhətlərini təhlil edir. Bu müqayisə metodudur. 1-ə yazırıq 3. Coğrafi obyekt və hadisələrin kəmiyyət göstəriciləri hesablanma varsa, bu əlbəttə ki, riyazi statistik olacaq. D variantı. Deməli, 1-ə oldu 3, 2-yə oldu 2, 3-ə oldu 4, 4-ə aid oldu 1. Cavabımız olur D variantı. Növbəti sual. 35. Sxemi tamamlayın. Baxın, coğrafiya elminin inkişaf mərhələləri 1-ə olacaq. Baxın, yeni dövr, baxdıqda Magellan yazılıbsa burada. Deməli, Magellan böyük coğrafi kəşflərdir. Deməli, 2-yə olacaq böyük coğrafi kəşflər.
3-ə olacaq. Magellan biz bilirik ki, ilk dünya səyahətini etmiş şəxsdir. 3-ə aid olur ilk dünya səyahəti. Amerikanı kəşf etmiş şəxs. Baxın, burada ardıcıl geçsək 4 Bellinghausenin aşağısında, yuxarısındadır. Baxın burada. Biz bilirik ki, Bellinghausen nə edib? Antarktidanın kəşfidir. 4-də Antarktidanın kəşfi olur. 5-də burada Amerika yazılıb. Aşağısında 5 rəqəmi var. Biz bilirik ki, Amerikanı kəşf edib ilk dəfə Christopher Columb. Və Avstraliyanın da kəşfi, baxın burada Avstraliya yazılıb, yuxarısında 6 rəqəmi. Avstraliyanın da kəşfi James Cook'la bağlıdır. Elə cavabımız olur A variantı. Növbəti sual. Yenə eyni quruluşlu sualdır. Baxın, coğrafiya elmi 2 yerə bölünür. Biz bilirik ki, baxın burada demografiya və dövlət quruluşu. Bu iqtisadi coğrafiyanın sahələridir. Yerin relyefi, hidrologiya isə fiziki coğrafiyanın sahələridir. Deməli 1-ə olacaq iqtisadi coğrafiya, 2-yə aid olacaq fiziki coğrafiya. A variantı ola bilməz. A-nı çıxdıq. Və digərlərinə də baxaq, görək başqa varmı? Bir də belə yazılan. 2-yə B variantına baxırıq biz burada. 1-ə iqtisadi coğrafiya, 2-ə fiziki coğrafiya. Doğru. Yerin relyefini 3-də geomorfologiya öyrənir. Doğrudur. Əlbəttə 4 burada rəqəmi var. Dövlət quruluşu bu siyasi coğrafiyanın sahəsidir. Doğrudur. Demografiya, baxın burada. Yuxarısında da 5 yazılıb. Demografiya əhali ilə bağlı olan bir coğrafiyanın sahəsidir. Burada hidrologiya yazılıb. Hidrologiyada biz bilirik ki, quru sulardan bəhs edən coğrafiyanın sahəsidir. 6-ya da quru sulara uyğun gəlir. Cavabımız olur B variantı. Növbəti sual. Yarımkürələrin fiziki xəritəsində Amazon ovalığının təsvirində horizontalların sayı Braziliya yaylasına nisbətən az olmasının səbəbi. Çünki Braziliya yaylası adından məlumdur, yaylı olduğuna görə mütləq hündürlüyü daha çoxdur. Amazon ovalığının isə hündürlüyü azdır. Baxın burada D variantında mütləq hündürlüyün Amazon ovalığında az olması bunun səbəbidir. Cavabımız olur D variantı. 38-ci suala baxırıq. Baxın, yaxınlaşdırıram bunu bir qədər. Bizdən ABC məntəqələrin mütləq hündürlüklərini müqayisə edin. Baxdıqda diqqətlə görürük ki, B kiçikliklər kənara doğrudur. Deməli, burada verilmiş relyef forması təpəlikdir. Baxın, buradan çəkirəm. Təpəlikdir. Belə bir relyef formasıdır. Baxdıqda görürük ki, ən aşağıda, baxın, kənardan mərkəzə doğru hündürlük artmalıdır. Bu istiqamətdə, yəni hündürlük artmalıdır. Və biz burada görürük ki, A hündürlüyünə görə ən aşağıdadır. Haradasa burada bir yerdədir. Deməli, ən kiçik hündürlük A-dadır. Baxaq görək C-nin hündürlüyünə 1, 2, 3, 4-cü horizontalın üzərindədir. B isə baxdıqda görürük ki 1, 2, 3, 4, 5. 5-dən də yüksəkdədir. Deməli, ən yüksəkdə olan B-dir. C isə A ilə B arasında verilib. Bizdən ABC-ni müqayisə etməyi soruşur. B böyükdür C-dən. Baxın, B böyükdür C-dən. O da böyükdür A-dan. Baxdıqda görürük ki, D variantı buna uyğun gəlir. Cavabımız olur D variantı. Növbəti sual. Doğru olmayan fikri bizdən müəyyən etməyimizi istəyir. Horizontalların yaxın yerləşməsi yamacların dikliyini göstərir. Bəli, bayaq da qeyd etmişdim. Horizontallar bir-birinə yaxındırsa, yamac dik, aralıdırsa az meyllidir. Meşə, tarla, çəmən konturlu, yəni sahibi şərti işarələrlə göstərilir. Bəli. Dərinliyi eyni olan nöqtəyi birləşdirən xətlər izobarlar yox, izobatlar adlanır. C variantı səhvdir. Kompasın əqrəbi şimal maqnit qütbünü göstərir. Doğrudur.
Planda çaylar və yollar xətti şərti işarələrlə göstərilir. Bu da doğru fikirdir. Bizdən doğru olmayanı soruşur. C variantı uyğun gələcək. Berg ştrixlərə aid olan əlamətləri müəyyən edin. Biz bilirik ki, berg ştrixlər, baxın buradan çəkim. Berg ştrixlər bunlardır. Əgər kənara doğrudursa, bu təpəliyi, mərkəzə doğru çəkilərsə, çökəkliyi bildirir. Biz berg ştrixlərə əsasən yamacın meylliliyini, səth axınlarının istiqamətini və horizontallara perpendikulyar çəkilməsini bilirik. Baxın, səth axınlarının istiqamətini göstərir. Bəli. Nisbi hündürlüyü göstərir. Xeyr. Yamacın meyillilik istiqamətini əks etdirir. Doğru fikirdir. Mütləq hündürlüyü bildirə bilmir. Horizontalları perpendikulyar çəkilmiş qısa xətlərdir. Bəli. Zirvələri birləşdirən xətlərdir. Xeyr. Bizdən berg ştrixlərə aid olan əlamətləri soruşur. 1, 3, 5. Cavabımız olur A variantı. Plana görə müəyyən etmək olar. Planda dərəcə toru olmadığına görə coğrafi koordinatlar olmaz. Nisbi hündürlük müəyyən oluna bilər. 2 düzdür. Mütləq hündürlük müəyyən oluna bilər. Yamacın istiqamətini horizontallar vasitəsilə müəyyən etmək olar. Süxurların yatım istiqamətini olmaz. Əhalinin sıxlığını bilə bilmərik. Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olar. Atmosfer yağıntıların miqdarını müəyyən etmək olmaz. Bizdən plana aid olan əlamətləri soruşurdu. 2, 3, 4, 7. Cavabımız olur C variantı. Növbəti sual. Miqyas verilib 80 milyon. Birinci xəritədə A və B nöqtə arasındakı məsafə 6 cm. İkinci xəritədə isə həmən məsafə 4 cm-dir. İkinci xəritənin miqyasını müəyyən edin. Baxdıqda görürük ki, bunun hesablama yolu da var, sadə bir yol da var. Baxın, birinci xəritədə 6, ikinci xəritədə bu məsafə 4-dür. Deməli, ikinci xəritədəki məsafə 1/5 dəfə kiçilib. Əgər xəritədəki məsafə kiçilirsə, deməli miqyas da kiçilməlidir. Miqyas kiçilməsi üçün miqyasın kəmiyyəti artıq böyüməlidir. Və biz burada miqyasın kəmiyyətini artıq 1/5 dəfə böyütməliyik. Yəni 8-i vurmalıyıq 1/5-ə. O dedir 12. 8-i 1/5-ə vursam edir 12. Və yanına da sıfırları əlavə edirəm. 3, 7 dənə. 12, yanına 7 dənə sıfır artırdıqda edir 120 milyon. Cavabımız olur B variantı. Bu hesablamasız qayda. Bir də hesablama ilə izah edim sizin üçün. Baxın. Miqyasımız var. Birinci xəritədəki məsafəmiz var 6 cm. 5 sıfır silsəm, burada qalır 800. 800-ü vursam 6-ya həqiqi məsafəni tapmaq üçün. Çünki həqiqi məsafə bərabərdir. Miqyas vurulsun xəritədəki məsafə. 800-ü vursam 6-ya edir 4800. Həqiqi məsafəni tapdım. İndi keçirəm ikinci xəritəyə. İkinci xəritədə baxın. Həqiqi məsafəni tapdım 4800. Xəritədəki məsafə də 4. Miqyası tapmaq üçün həqiqi məsafəni, yəni 4800-ü böləcəm 4-ə. 48-i 4-ə böləndə 12, 1200. Yanına 5 dənə də sıfır artırdıqda edir 120 milyon. Yenə cavabımız olur B variantı. Hər iki yolla da edə bilərsiniz. Növbəti sual. Kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini bizdən soruşur. Baxın, ortada bir dənə nöqtə var və berg ştrixlər mərkəzə doğru çəkilib. Deməli, verilmiş relyef forması çökəklikdir. Və orta
da bir nöqtə var. Onun da hündürlüyü 10 metrdir. Yüksəyə doğru, kənara doğru, bura doğru, A nöqtəsinə doğru hündürlük artmalıdır. Baxın, daxili horizontalın hündürlüyünü bizə verib burada. 20 metr. Haradasa buradan bir xətt çəkirəm, 20 metr. Və kəsmə yüksəklik də 20 metr verib. Kənara doğru artmalıdır. Kənar horizontalla, yəni burada A nöqtəsi ilə daxili horizontal arasında 1, 2, 3 dənə boşluq var. 3'ü vurdum 20'ye edir 60. Kənara doğru hündürlük artmalıdır. 20'nin üstünə 60 gəldikdə A'nın hündürlüyü edir 80 metr. Və bizdən ümumi çökəkliyin dərinliyini soruşur. Baxın, ortada 10 metrdir. Kənar horizontalın hündürlüyü 80 metr. İkisi arasında hündürlük fərqi 80 çıxılaq 10 bərabərdir 70 metr. Cavabımız olur B variantı. Eyni coğrafi enlikdə yerləşən New York ilə Bakı şəhərləri arasında uçan təyyarələrin hərəkət etdikləri azimutları müəyyən edin. Hər ikisi 40 şimal enliyində yerləşir. Bakı burada, New York burada. Hərəkət etdikləri azimutları. Bakıdan New York'a gedərkən 270, əksinə New York'dan Bakıya istiqamətlənəndə 90 dərəcəlik azimutla hərəkət etmiş olaram. Cavabımız olur 90 və 270 dərəcə B variantı. Növbəti sual. Miqyası 1.250.000 olan birinci xəritədə A və B məntəqələri arasındakı məsafə 37.5 cm-dir. İkinci xəritədə bu məsafə 75 cm-dir. Baxdıqda görürük ki 37.5, 75. 75 37.5-dən 2 dəfə böyükdür. Deməli, xəritədəki məsafə 2 dəfə böyüyüb. Deməli, miqyas da 2 dəfə böyüyəcək. Miqyas 2 dəfə böyüməsi üçün xəritənin miqyasın kəmiyyəti 2 dəfə kiçilməlidir. 125'i bölsəm 2'yə, 125'i burada mən bölməliyəm 2'yə. 62.5. 62.5'in yanına 5 sıfır artırdıqda edir 6.250.000. Bir dəqiqə 62.5. Bir dəfə də hesablama ilə edək biz bunu. Baxın burada. Miqyasdan 5 sıfır silsək. Düsturla gedək biz bunu. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Miqyasdan 5 sıfır sildikdə qalır 12.5. Xəritədəki məsafə isə 37.5. Vurduqda 37.5'i 12.5'ə. Deməli, burada 12.5'i vursam 37.5'ə edir 478.75. Həqiqi məsafəni tapdım. İkinci xəritədə bu məsafə 75 cm verilib. Həmən bu 478.75'i qayıdıb bölərəm mən 75'ə. Çünki həqiqi məsafəm var, xəritədəki məsafəm var. Miqyası tapıldıqda, buradan yazıram, miqyas bərabərdir. Həqiqi məsafə bölünsün xəritədəki məsafəyə. 478.75'i böldükdə 75'ə edir 6.25. Buradan yazıram 6.25. Yanına 5 sıfır artırsam 625.000 edəcək. Cavabımız olur D variantı. Növbəti sual. Xəritə üzərində iki məntəqə arasındakı məsafə 14 cm. Yer səthində isə bu məsafə 3.5 km-dir. Tərtib olunduğu miqyası müəyyən edin. Miqyas bərabərdir. Buradan yazıram. Miqyas bərabərdir. Həqiqi məsafə, yəni 3.5 bölünsün xəritədəki məsafə 14 cm. 3.5'i çevirsəm metrə 3500 bölsəm
14'ə edir 250. 250 cavabımız olur C variantı. Növbəti sual. Qatar şimaldan cənuba doğru meridianın istiqamətində 1000 km yol getmişdir. Qatarın getdiyi məsafə 25 milyon miqyaslı xəritədə neçə santimetr olacaq? Xəritədəki, buradan yazıram, xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə, yəni 1000 bölürük xəritədəki məsafəyə, miqyasa belə. Miqyasdan 5 0 sildikdə qalır 250. 1000-i bölürəm 250-yə. 1250-yə böldükdə qalır 4 cm. Cavabımız olur D variantı. Növbəti sual. Miqyas 1 cm-dir 300 km olan xəritədə A və B məntəqə arasındakı məsafə 12 cm-dir. Miqyası 1 cm-də 40 km olan digər xəritədə bu məntəqələr arasındakı məsafə neçə santimetr olduğunu müəyyən edin. Baxdıqda görürük ki, miqyasımız var 300, xəritədəki məsafə var 12 cm. Həqiqi məsafəni buradan tapaq. Həqiqi məsafə bərabərdir. Miqyas, yəni 300 vurulsun 12. 300-ü 12-yə vurduqda edir 3600. Həqiqi məsafəmiz var. Keçirik digər şərtə. Miqyas var, həqiqi məsafəm var. Xəritədəkini tapmaq üçün xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə, yəni 3600 bölək 40. 3600-ü 40-a böldükdə edir 90. Cavabımız olur B variantı. Növbəti sual. Miqyas 2 milyon olan xəritədə eni 2, uzunluğu 4 cm olan ərazinin sahəsini hesablayın. Sahədə artıq kvadrat söhbəti var. Baxın, eni 2, eni 2, uzunluğu 4 olan belə bir düzbucaqlı var. Biz bunun eni 2, uzunluğu 4 olması düzbucaqlıdır. Düzbucaqlığının sahəsini hesablayanda eninin uzunluğa vururuq. Yəni 8 edir. 8 santimetrin kvadratı. İndi sahə düsturlarına baxırıq. Sahə düsturunda həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Düsturda yerinə qoysaq, baxırıq ki, xəritədəki sahə 8, miqyas isə 5 0 sildikdə qalır 20. 20-nin kvadratı edir 400. 8-i 400-ə vurduqda edəcək 3200. Cavabımız olur D variantı. Növbəti suala keçid alırıq. Baxın, miqyas 300 min olan xəritədə iki məntəqə arasındakı məsafə 9 cm-dir. Digər xəritədə isə bu məsafə 54 cm-dir. İkinci xəritənin tərtib olunduğu xətti miqyası müəyyən edin. Yenə eyni qayda düsturla yerinə qoyub hesablayaq biz bunu. 300 mindən 5 0 sildikdə qalır 3. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə, yəni 9 vurulsun miqyas, yəni 3. Edir 27. Digər xəritədə isə bu məsafə 54 cm-dir. İkinci xəritənin tərtib olunduğu xətti miqyası müəyyən edin. Baxın, 27 həqiqi məsafədir. 54 isə xəritədəki məsafədir. Miqyası tapdıqda miqyas bərabərdir. Həqiqi məsafə, yəni 27. İstəsəz bunu metrə də çevirə bilərsiniz. 27.000 bölürük 54-ə. 27.000-i böldükdə 54-ə edir 500. Ancaq 500 metr olacaq, kilometr yox. Cavabımız olur C variantı. Çünki biz burada 27 kilometri metrə çevirdik. 27.000 metr etdik. Ona görə xətti miqyasımız da olur 500 metr. C variantına uyğun gəlir.